Salam dəyərli şagirdlər. Deməli, belə bir qərara gəldim ki, elektrik bölməsi, yəni bizim 5-ci fəslimiz artıq 8-ci sinifdən başlayır. Elektrik bölməsi haqqında biraz geniş mövzu olduğu üçün, biraz da bilirəm ki, şagirdlərimizin çətinlik çəkdiyi bir mövzu olduğu üçün fikirləşdim ki, orada olan 5-ci fəslin sonunda olan ümumiləşdirici tapşırıqları sizə qısa bir izah videosunu çəkim. Deməli, birinci sualda nə deyir? Deyir, dielektrik dayaq üzərində 1 və 2 metal lövhələri paralel birləşdirilmişdir. 2 lövhəsinin yaxınlığına, deməli 2 lövhə budur. 2 lövhəsinin yaxınlığına mənfi yüklü bir elektriklənmiş metal kürəcik gətirilərsə, lövhələrdə elektrik yükü necə paylanır? Fikir verin, birinci və ikinci lövhəmizdir. Mən bunlara ikinci lövhəyə yaxınlaşdırıram, deməli mənfi yüklü bir kürəcik. Biz bilirik ki, bu hadisə aiddir elektrostatik induksiya hadisəsinə, yəni təsir ilə elektriklənmə. Qısa bir özet keçsək, bilirik ki, elektriklənmənin 3 növü var. Sürtünmə ilə elektriklənmə, təsir ilə elektriklənmə, biz ona həm də elektrostatik induksiya da deyirik. Həmçinin deməli, üçüncü isə toxunma ilə elektriklənmə idi. Və bu birinci sualımız bizim təsirlə elektriklənməyə aiddir. Yəni elektrostatik induksiya hadisəsinə aiddir. Deməli, yaxınlaşdırdığımız zaman bilirik ki, mənfi özünə müsbəti neyləyəcəkdir? Cəzb eləyəcək. Yəni əks işarəli yüklər bilirdik ki, bir-birini cəzb edir. Eyni adlı, eyni işarəli yüklər bir-birini itələyir. Bunun üçün nə baş verəcək? Deməli, bu iki lövhəsinin sağ hissəsinə müsbətlər, sol hissəsinə mənfilər. Həmçinin bir lövhəsinin sağ hissəsinə artıq bu iki lövhəsinin sol hissəsi mənfi olduğu üçün müsbət gələcəkdir. Bir lövhəsinin deməli sol hissəsinə isə mənfilər gedəcəkdir. Həm də yadınızda saxlayın. Eyni işarəli yüklər demək olar ki, ən uzaq məsafəyə itələyir bir-birini. Fikir verin, mənfi ən uzaq məsafəyə mənfini itələmiş oldu. İndi baxırıq, deməli, müsbət mənfi bizim C variantımıza uyğun gəlmiş olur. İkinci sualda deyir, intensivlik. İntensivlik bilirik ki, Y hərfindən işarə olunur və vektorial kəmiyyətdir. İntensivliyi 4-dür. Deməli, olan bir cis elektrik sahəsində 8/10⁻6 kulon yükə sahə tərəfindən, yükü də zaten biz bilirik, kiçik Q hərfindən işarə olunur. 8 vurulsun 10⁻6 kulondur. İntensivlik də 4, deməli kilonewton bölünsün kulondur. Kilo 10⁻3 deməkdir. Bu arada çevirmə apara bilərik. Amma qısa da eləyə bilərik. Deməli, nə deyir? İndi baxaq görək. Qüvvəni istəyir bizdən, təsir edən qüvvəni. Biz bilirik ki, intensivliyin düsturu Y bərabərdir. F bölünsün Q-yə. Yəni, qüvvənin deməli, sınaq yükünə olan nisbətinə bərabərdir. Buradan biz F-i tapsaq, olacaqdır intensivliyin yükə hasili. Yəni 4 vurulsun 10⁻3 vurulsun, deməli 8 vurulsun 10⁻6. Buradan da eləyəcək 32 vurulsun, qüvvət üstəlidir 10⁻3. Yəni 32 deməli milli-newton olacaqdır. Baxaq indi üçüncü sualımız. Üçüncü sualda bizə nə deyir? Deyir ki, yükləri müsbət 1 və mənfi 3 nanokulon olan iki eyni ölçülü metal kürə bir-birinə toxundurulub əvvəlki məsafəyə qədər uzaqlaşdırıldı. Kürələr arasında qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Biz müqayisə eləməkdən ötürü, yəni əvvəl və sonranı tapmaqdan ötürü birinci halı yazmalıyıq. Birinci halda kulon qarşılıqlı təsir qüvvəsi, yəni F, nəyə bərabər? Düsturunu bilirik ki, K Q1 Q2 bölünsün. Deməli, məsafənin kvadratına hesablama aparsaq, K vurulsun, Q1, Q2, bunlar modulda olur, bu arada yadımızda saxlamalıyıq. Deməli, modulda biz deməli, K-nı olduğu kimi saxlayırıq, yükləri bir-birinə vursaq, eləyəcək 3 bölünsün, məsafə də fikir versəz eyni ölçülüdür, yəni radiusları eynidir, elə yazıram R kvadratı.
Aha, demək bu mənim birinci halımdır. İndi ikinci halda nə baş verir? İkinci halda biz bilirik ki, toxundurub ayırandan sonra yükləri hesablama aparmalıyıq. Yükləri hesablama aparsaq, mən bunu bu gün sizə əslində bunu düstur yolu ilə də eləyə bilərik. Yəni birinci yükü də, ikinci yükü də düstur vasitəsilə tapa bilərik. Amma tənasüb vasitəsilə eləyəcəm ki, bu yolu da öyrənəsiniz. Deməli, baxın, müsbət yükləri toplayıram. Yükləri toplayanda eləyəcək -2Q. -2Q eyni ölçülüdürsə 2R, yəni hər iki kürənin radiusunu götür. -2Q-yə 2R-dirsə, bəs 1R-ə neçədir? Onu tapacağıq. X bərabərdir. Bunu 2-yə böldümsə, bunu da 2-yə böləcəm. Təbii ki, tənasüb yolu ilə həll eləyirəm. Deməli, eləyəcəkdir -Q. Aha, deməli artıq ikinci halda radiuslar eyni olduğu üçün yüklər bərabər paylanılacaq və hər ikisində -Q olacaqdır. İndi ikinci halı hesablasam, yenə modulda götürsəm, 1 olduğu üçün burada bilirik ki 1-dir. Ona görə nə edirəm? Elə 1 yazıram. Çünki ikisi də eynidir. Bölürəm r-in kvadratına. Aha, artıq ikinci halda tapdığım zaman nə edəcəm? F1-i F2-yə böləcəm. Elə buradan da görünür ki, zaten K böl R kvadratı eynidir. Fikir verin, sürət nə edib? 3 dəfə azalıbdır. Sürət 3 dəfə azalıbdırsa, deməli qüvvə də nə edəcək? Düz mütənasib olduğu üçün 3 dəfə azalmış olacaqdır. Dediyim kimi, yükləri biz hətta deməli necə də tapa bilərik? Düsturlarla da tapa bilərik. Məsələn, birinci yükün düsturunu tapmaq istəyirəmsə, nə edirəm? Yükləri toplayıram, bölürəm radiusların cəminə və birinci yükdən söhbət gedirsə, birinci belə deyək də kürənin radiusuna vuracam. Yox, indi ikincini tapmaq istəyirəmsə, yenə eyni düsturu yazıram. Q1 plus Q2 bölünsün. R1 üstə gəlinsin R2. Amma artıq burada ikinci kürənin radiusuna vurmalıyım. Yəni bu cürdə biz bayaq tapdığımız kimi deməli yükləri tapa bilərik. Amma bu sadə yoldur. Yaxşı, 4-cü sual deyir, B və C elektroskopları əks işarəli yüklə elektriklənmişdir. Elektriklənmiş A çubuğu B elektroskopuna yaxınlaşdırdıqda elektroskopun yarpaqları qapanır. Aha, D çubuğu C elektroskopuna yaxınlaşdırdıqda isə elektroskopun yarpaqları bir qədər aralanır. Buna görə hansılar düzdür? İndi siz fikir verin. Biz bilirik ki, ümumi qayda olaraq, deməli, əgər yarpaqlar açılırsa, yəni bir-birindən açılırsa, deməli mütləq burada eyni işarəliymiş ki, bu itələmə nəticəsində burada yük artıqlığı yaranır. O zaman mən nə edirəm? Buna da mənfi, buna da mənfi deyirəm. Və mənə həmçinin şərtdə də deyir ki, B və C çubuqları əks işarəlidir. Artıq mən buna mənfi dedimsə, buna mütləq müsbət deməliyəm. Müsbət. İndi siz fikir verin. Əgər bu mənfidir və mən buna mənfini yaxınlaşdırıram. Mənfini yaxınlaşdırdığım zaman bu özünün buradakı mənfilərin hamısını itələyəcəkdir. İtələdiyi zaman nə baş verəcək? Artıq burada mənfilərin artıqlığı yaranacaqdır və başlayacaq yarpaqlar bir-birindən açılmağa. Aha, indi burada bu müsbətdir. Aha, bu müsbətdir. İndi fikir verin, yarpaqlar yığılır. Yarpaqlar yığılırsa, deməli bunlar mütləq nədir? Əks işarəlidir. O zaman bu da mənfi olar. Aha, deməli yarpaqlar açılırsa eyni işarəli, çünki artıqlıq yaranmalıdır. Burada isə dediyimiz kimi əks işarəli. İndi gəlin baxaq. A və D çubuqların yükləri deyir əks işarəlidir. Baxaq görək AD. AD əks işarəli deyil axı. Hər ikisi mənfi oldu. Ona görə eyni işarəlidir. Bu yanlışdır. A çubuğu ilə B elektroskopunun yükləri eyni işarəlidir. Aynən B eyni işarəli olmaz. Çünki yarpaqların qapanması var. Çünki nə edir? Bax bu mənfi, buradakı mənfiləri biz bilirik axı müsbət yük hərəkət eləmir. Buradakı mənfiləri nə edir? Başlayır. Bax bu mənfi buradakıları belə deyək də. Deməli, müsbətlər nə edir? Bu mənfi, bu isə müsbət yükləri əks işarəli olur ki, burada yarpaqlarda qapanma baş versin. Baxaq, indi D çubuğu ilə C elektroskopunun yükləri eyni işarəlidir. Bəli, həqiqətən də bunlar eyni işarəli olduğu üçün bu mənfini özündən itələyəcəkdir. Burada artıqlıq yaranıb yarpaqlar açılacaqdır. Ona görə də yalnız 3 doğrudur. Aha, indi baxaq, deməli 5-ci suala deyir, şəkildə yüksüz elektroskopun və ondan uzaqda yerləşən müsbət Q yüklü keçirici M çubuğu təsvir edilmişdir.
Birinci sual. Deyir müsbət Q yüklü keçirici M çubuğu, bax, müsbət Q yüklü keçirici M çubuğu budur. M çubuğu elektroskopa toxunmadan yaxınlaşdırılarsa, sadəcə yaxınlaşdırma hadisəsidir. Yaxınlaşdırdığımız zaman elektroskopun metal sferası və yarpaqları hansı yüklə elektriklənər? Baxın, fikir verin. Biz bilirik ki, müsbət yüklər hərəkət eləmir. Bu da hal-hazırda neytral vəziyyətdədir. Neytral nə deməkdir? Yəni topuzda da məsələn 2 dənə müsbət varsa, 2 dənə də mənfi var. Qeyd eləmişəm üzərində də. Həmçinin yarpaqlarda da 2 dənə müsbət varsa, 2 dənə də mənfi olacaqdır. Yəni neytral bu deməkdir. Mənfi və müsbətlərin sayı bərabər olsun. İndi fikir verin. Mən bura müsbəti yaxınlaşdırdığım zaman bu nə edəcəkdir? Bax bu yarpaqlardakı mənfilərin hamısında olmasa, yəni özü sayda olanını nə edəcək? Başlayacaq çəkməyə topuza. Çəkdiyi zaman artıq fikir versəniz, burada mənfilər gedirsə, burada müsbətlərin artıqlığı yaranacaqdır. Müsbətlərin artıqlığı yaranan zamanda nə baş verir? Gördüyünüz kimi yarpaqlar bir-birindən açılmağa başlayır. Bucaq artıq açılmağa başlayır. Aha, deməli o zaman nə baş verdi? Yarpaqlar müsbət yükləndi. Amma sfera, yəni topuz necə yükləndi? Mənfi. Çünki axı mənfiləri çəkdi ora. Amma artıq yarpaqlarda müsbətlər qaldı, müsbətlərin çoxluğu yarandı və nə baş verdi? Yarpaqlar aralanmağa başladı. Deməli, yarpaq müsbət, metal sfera isə deməli necə mənfi yüklənmiş oldu. Sonra ikinci sualda nə deyir? Deyir mənfi Q yüklü keçirici, bax bu mənfi Q yüklü keçirici N çubuğu M çubuğuna yaxınlaşdırılarsa, M çubuğu budur, burada çapda hesab gedibdir. Yaxınlaşdırılarsa elektroskopun yarpaqları hansı hərəkət baş verir? Baxın, fikir verin. Bu əvvəlcə neytraldır, amma burada görürsüz neytrallıqdan çıxıbdır. İndi fikir verin. Mən bunu buna yaxınlaşdırdım, amma mənfidir, bu da müsbətdir. Bunlar bir-birini nə edəcək? Neytrallaşdırılacaq. Doğrudurmu? Burada artıq neytrallaşma baş verdi. Bu neytralda bu neytrala yaxınlaşdırsın, təbii ki, heç bir hərəkət baş verməz. Ona görə də cavabımız A variantı. Heç bir hərəkət baş verməz. 6-cı sualda nə deyir? Deyir, cisimdə 8 kulon elektrik yükü olması nə deməkdir? 8 kulon elektrik yükünün o deməkdir, yəni mənim küyüm 8 kulondur. Doğrudur? Bəs yaxşı, biz bilirik ki, deməli Q bərabərdir, N-Y düsturumuz var. Buradan mən N-i tapsam, yəni sayı tapsam, Y elementar yükdür, N də sayıdır. Mən buradan N-i tapsam, nə baş verəcəkdir? Burada deməli yükün, yəni Q-nün Y-yə, elementar yükə nisbəti. İndi fikir verin, yükümü verib 8, elementar yükündə mən zaten bilirəm ki, qiyməti nədir? 1/6 vurulsun, 10 üstü mənfi 19. Həmin 8-i böləcəm 1/6-ya. Elementar yük təbiətdə ən kiçik elektrik yükü, o da elementar yükdür. 10 üstü mənfi 19 da çıxır sürətə, 10 üstü müsbət 19 qalmış olur. Aha, deməli 80-in 16, 5 ilə başlayan bir cavabım. 5 vurulsun 10 üstü 19. Aha, 5 vurulsun 10 üstü 19, elektron neyniyər? Çatışmır. Belə, bu bizim elektrik yükü, elektrik sahəsi fəsilimizin, yəni 5-ci fəsilimizin ümumiləşdirici tapşırığı. Ümid edirəm ki, öyrədici oldu.